Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Bugün sizə növbəti sualın izahını təqdim edəcəm. Sualımız qəbul sualıdır. Gəlin sualımızı oxuyaq. Sadə cümlənin şəxsə görə növləri üzrə uyğunluğu müəyyən edin. 3 ədəd cümlə verilib və bu cümlələrin növlərinə uyğun olaraq biz burada verilən variantları seçəcəyik. Gəlin oxuyaq birinci cümləmizi. Qəsəbənin mərkəzi küçələrinə asfalt döşədilər. Kim tərəfindən döşənildiyi məlum olmayan və ümumi şəxslərə aid olan cümlə olduğu üçün bu qeyri-müəyyən şəxsi cümlə hesab olunur. Yəni burada hərəkəti görən şəxslər məlum deyil və həmçinin burada qeyri-müəyyən şəxsi cümlə olduğunu necə bilirik? Xəbərə baxırıq. Xəbərimiz üçüncü şəxsin cəmindədir və ona görə də biz bunu qeyri-müəyyən şəxsi cümlə hesab edə bilərik. İkinci cümləmiz. Eldarın çıxış etməsinə imkan verilmədi. Bu cümləmiz şəxsi cümlə hesab olunur. Çünki mübtədası yoxdur. Bərpa edə bilmirik. Ona görə də bu cümlə şəxsi cümlə hesab olunur. Üçüncü cümlə. Yıxılana balta çalmazlar. Ümumi şəxsi cümlələr ümumən hamıya aid olan cümlələrdir və ən əsası daha çox hikmətli sözlər, atalar sözləri kimi cümlələrdə daha doğrusu ümumi şəxsi cümlə hesab olunur və yıxılana balta çalmazlar da atalar sözü olduğuna görə bu ümumi şəxsi cümlədir. Həmçinin biz burada xəbərdə nəzərə almalıyıq. Gəlin indi baxaq buradakı variantlara. Yəni ən əsas məsələ birinci hissəni biz müəyyənləşdirdik ki, bu üç cümlə hansı növə aiddir və indi bu cümlələri burada uyğunlaşdıracağıq. Mustafa Mərdanov məşhur səhnə xadimlərindən biridir. Mustafa Mərdanov mübtədadır və bu müəyyən şəxsi cümlə hesab olunur. Ona görə bu variant getdi. Çünki bizdə 3 variant var. Qeyri-müəyyən şəxsli, şəxssiz və ümumi şəxsli. Kür çayının üzərində körpü tikdilər. Kim tikdi? Məlum deyil. Xəbərimiz də üçüncü şəxsin cəmindədir. Ona görə də bu qeyri-müəyyən şəxsi cümlə hesab olunur. Ona görə də birinci varianta gedir B. 1-ə B. 2, 3. Yəni bunu da yazaq. Soyuq qış gecəsi idi. Soyuq qış gecəsi idi. Burada heç bir şəxs yoxdur, mübtəda yoxdur. Mübtədanı bərpa etmək də olmur. Ona görə də biz bunu şəxsi cümlə hesab edirik. Və şəxsi cümləmiz var. Bəli, ikinci varianta deməli gedəcək C variantı. Buxarest, şəhər meydanı, dalğalanan izdiham. Bu tipli cümlələr adlıq cümlə hesab olunur. Bu əsasən əsərlərdə, hansı ki bədii əsərlərdə rast gəlinən cümlələrdir. Bakının hər yerində uca binalarla qarşılaşırsan. Nə edirsən? Qarşılaşırsan. Ümumi şəxsi cümlədir. Bunu nədən bilirik? Birinci növbədə xəbərə baxaraq. Xəbərimiz üçüncü şəxsin, daha doğrusu ikinci şəxsin təkindədir. Və ən əsası cümlənin özündə, yəni ümumiyyətlə bu növ sadə cümlənin şəxsə görə növlərində birinci məqam kimi siz cümləni oxuyarkən qaydalardan da ziyadə olaraq, yəni qaydalara da təbii ki siz fikir verməlisiniz. Amma ən əsas məsələ bilirsiniz nədir? Cümləni oxuyarkən onun məntiqini tutmalısınız ki, yəni bu cümlənin ümumi şəxsi cümlə olduğunu biz verilən qayda əsasında müəyyən etdik. İkinci şəxsin təkində olduğunu. Amma ümumi şəxs olduğunu necə müəyyənləşdirdik? Yəni ümumən hər kəs Bakıya gedərkən, Bakıda olarkən uca binalarla qarşılaşır. Yəni bu artıq hər kəsin, ümumən hər kəsə aid olduğu üçün və hər kəsin görə biləcəyi bir şey olduğu üçün ümumi şəxsi cümlə hesab olunur. Ona görə də 3-ə də E variantı gedir. Beləcə də cavabımız budur. Belə izahımız bu qədər idi. Növbəti izahlarda görüşmək ümidi ilə. Ola bilsin ki, nəsə sualınız ola bilər və ola bilsin. Onu da yorumlarda qeyd edərsiniz.